Dəyərli izləyicilərimiz, bilirsiniz ki, məlum qalın gedir söhbət. Xanım ana mahnısından gedir. Bilmirəm nə oldu, nətər oldusa, haqlıyken haqsız duruma düşdüm. Və inşallah inanıram ki, düz əyrini kəsər və Rasim hər bir şeyin açıqlamasını verər. Düz olduğumuz halda səhv niyə çıxmalıyıq? Məncə bu belədir. Rasim də özü desin, nə deyəcəksə Rasim deyən sən də. Yetərincə əsəbiyəm, zaten əsəb olmuşam. Mən də hər kəsi salamlayıram. Mehriban xanım, mən yenə deyirəm, bilmirəm, mənim sözüm nə dərəcədə başa düşülüb, anlaşılıb. Bu mahnının sahibi sizsiniz. Mən bu mahnını sənətlə sizə satmışam. Bu mahnının hal-hazırdakı sahibi sizsiniz. Siz istəsəz kimsə oxuya bilər, siz istəsəz kimdənsə sildirə bilərsiniz. Mənim də sizdən xahişim ola bilər ki, filan müğənni icazə verin, mənim xətirimi oxusun. Mənim efirdə də dediyim buydu zaten. İndi efirdə ola bilər həyəcanlanmışsınız, bilmirəm nə oldu, nə olmadı. Ancaq efirdə sizə sual verdilər ki, siz Nişanə xanım birinci alıb mahnını, yoxsa Mehriban xanım alıb mahnını? Mehriban xanım, siz alıbsınız ki, birinci sizə satmışam. Amma efirdə dediniz ki, Nişanə xanım 6 ay bundan qabaq alıbdır. Elə bir söhbət olmayıb axı. Mən yenə deyirəm. Düzdür, burada sizin bir günahınız yoxdur, burada Sabir'in günahı var. Çünki mahnını bizə Sabir satmışdı. Sonradan bizə məlum oldu ki, mahnı sizin mahnınızdır. Sizin mahnınızdır və ona görə mən sizi axtardım, araşdırdım, tapdım və dedim, haqq yerini tapsın deyə sizlə biz oturduq, danışdıq. İndi də haqq yerini tapsın deyə bugünkü gün Nişanə xanım çıxıb efirdə artıq əski, lazım olmayan sözlər danışır, özünü haqlı çıxardır. Məncə bu söhbətdə haqlı mənəm, haqlı olaraq da hər zaman mən olacağım. Çünki mənim düz bir dənədir. Düz həyatı boyu heç vaxt əyrini kəsə bilməz. Kimsə masumluq edib dayana bilər orada, nəsə gedər işlər görər, huqqalar verər, öz işləridir. Amma bu mahnının sahibi mənəm. Mən də olduğum üçün bu mahnının sahibisi siz yenə deyirəm. Haqqıma da girən insanlara halallıq vermirəm. Bu mahnıdan ötürü mənə yox, Mehriban xanıma müraciət olunsun və xahiş edirəm. Bu gündən sonra bu söhbətlər bağlansın, mənim adım hallanmasın, mən bu mahnının artıq sahibi deyiləm. Bu mahnı Mehriban xanıma aiddir. Mehriban xanıma məxsusdur. Sənətlə onundur. Bəli, və dediyim sözlərin də üstündə duyururam. Nə demişəmsə hamısını doğruluyuram. Ola bilər Rasim bir balaca, necə deyim sizə, bu show biznesdən xəbəri yoxdur. Show biznesin hilə olduğunu bilmir və hiləgər qadınlara da buradan sözüm oradadır ki, bəsdirin bu insanların haqqına girdiniz, bəsdirin, bu qədər də olmaz. Haqq yerini tapdı, başa düşdün, sən nə qədər deyirsən denəni, efirdə get, nə qədər danışırsan danış, bu danışdıqların zaten hamısı yalandır, yalanlığı da hamısını üzə çıxardacaq, bir-bir.